bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azərbaycan. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Salam, xoş gördük hər birinizi. Bugün Şərqiyə Seyidovanın növbəti kitabının təqdimatıdır. Kitab Heydər Əliyevin 102-ci il dönümünə həsr olunubdur. Əlbəttə ki, ümummilli liderimiz Heydər Əliyev haqqında çox danışa bilərik. Biz onu öz həyatımızda, öz yaşadığımız dövrdə gördük. Türklər demiş, nə mutlu bizə ki, biz o cür liderimiz oldu. 93-cü ildən 2003-cü ilə qədər. Şərqiyə xanım da onun haqqında bu kitabda fikirlərini yazıbdır. Mən istərəm ki, indi tədbirimizi açıq elan edək Azərbaycan himni ilə. Şəhidlərimizi yad edək. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçıları, bugün dəyərli yazarımız Şərqiyə Seyidovanın növbəti kitab təqdimatına toplanmışıq. İndi isə gəlin Şərqiyə xanımın tərcümə halına tanış olaq. Şərqiyə Seyidova Əlfət qızı Şəki şəhərində doğulub, uzun müddətdir ki, yaradıcılıqla məşğuldur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Şeir və məqalələri Respublika mətbuatında müntəzəm olaraq dərc olunub. Həqiqət Bölücü qəzetinin təsisçisi və baş redaktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Əvvəllər Xatirə kitabı, Unikal, Haqqın Səsi, Sabah, Sahil qəzeti redaksiyasında işləyib. Sıravi müxbirliklə baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi və jurnalistik
yaradıcılığına görə iti qələm, qızıl qələm, xalqın nüfuzlu ziyalısı, Azərbaycan bayrağı, Xan qızı Natəvan, İlhamlı Azərbaycan, Xarı Bülbül medalları ilə tərtib olunmuşdur. 2020-ci ildən və 2024-cü ildən Şəki kənd 1-ci seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülüb. Şanlı Azərbaycan televiziyasının təşkilçisi və prezidentidir. Bu vaxtadək mən həyatda olmayanda sən qabiliyyət gəlməsisən. Bu xalqa xilas bəxşi. Türkiyə-Azərbaycan böyük qardaşlıq əlifbası. Türkiyə-Azərbaycan bir ürəkdə iki can. Boşa gedək bu yolu biz. Közərən ümidlər, tənha canavar, sönməyən məhəbbət, dərya və dünya, böyük Azərbaycanlı, Azərbaycan torpaqlarının təsəbbüh keşçisi, xalqın ümid işığı, dövlət bahadırı, layiqli davamçısı, böyük qurucusu sönməz silahdaş, vəfa borcu, ömürdən ləçəklər, sevgi çələngi, ömrün zəfər dastanı, məni dərdə salıb getdim. Əsrin dahilləri, bir incim, günəşim mənim, Azərbaycanım mənim, sən ant yerim, anam mənim, xalqın mehribanı, birincim, əsrin dahisi, İlhamlı Azərbaycan, zəfər dastanı, tarix yazan prezident, İlhamlı, şanlı Azərbaycan, dünyaya səs salan lider və Azərbaycanın xilaskarı kitabları nəşr olunub. Müəllifin kitabı oxucularla növbəti görüşüdür. Biz də Şərqət Şərqət kitabımız. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Burada olan dəyərli oğullar, dəyərli qızlar, mən buradaşların əksəriyyətini tanıyıram. Allah hamımızın işini avand eləsin. Həqiqətən 5 ildir mən sizin hamınızı necə özümü tanıyıram, siz də eləsini tanıyıram. Mehriban xanım, Ləhər xanım, dəyərli burada oğullar, qızlar. Allah sizin həmişə şüz avand eləsin. Şəhid balalarımızın məkanı cənnət olsun. Şəhidləri sevənləri Allah sevsin. Allah hər birinizin işini avand eləsin. Mənim dəyərli qızım, işiniz avand olsun. Daim adınız, işiniz yüksəklərdən gəlsin. Mən də hər birinizi təbrik edirəm, işiniz avand olsun. Mənim dəyərlilərim, ürəklərim. Burada Nəzakət xanım var. Hamısını tanıyıram buradakilərim. Çox sağ olun. Hər birinizi öpürəm, bağlıma basıram. Çox sağ olun. İzninizlə Şərqə Seydovanın qələmə aldığı vətənpərvər haqqında şeirlərimizi səsləndirək. Əbədi yaşayacaqdır, adın bizim qəlbimizdə. Sənə böyük məhəbbət var, sədaqət var bugün bizdə. Qürur duyduq səninlə biz, sən dahilər dahisisən. Azad etdin yurdumuzu, sən qəhrəman ər kişisən. Sən bu xalqın at yerisən, sən bu xalqın ümid yeri. Sənin dəyanətin ilə xalq unutdu dərdi səri. Sənin məhəbbətin ilə qaranlıqdan çıxdı bu xalq. Sənin sədaqətin ilə dərd dağını yıxdı bu xalq. Azad olduq hamılıqla, başımızın üstə durdun. Bəxtəvərdi sənin xalqın, bəxtəvərdi ana yurdun. Hamımızın atasısan, vətən fəxr etdi səninlə. Müdrik kimi davrandın sən, bağır yırtdın düşməninlə. Nümunəsən ölkələrə, hamı sənə əhsən deyir. Sənin sayəndə bu millət, bu xalq rahat çörək yeyir. Əbədisən məşər kimi, şölələndin zirvələrdə. Sənin gücün qüdrətindən pay götürdük pərdə-pərdə. Çox sağ olun. Və bu gözəl kitabların ərsəyə gəlməsi münasibəti ilə gördüyünüz bu açıqca məxsusi bir dövlət, hökumətin bütün atributu, gerbi olan bir açıqcadır. Biz bunu hörmətli Şərqiyə xanıma yazdırmışıq, daha doğrusu tövsiyələrlə və bunun içərisində o gözəl xanımın şəkli və kitabın ərsəyə gəlməsində Heydər Əliyevin 102 illik münasibəti ilə tərtib olunursunuz. Hörmətli Şərqiyə xanım, Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş 26 may 2025-ci tarixində Azərbaycan Xilaskarı kitabının təqdimatına görə tərtib olunursunuz. Ümidvaram ki, elə sizin ön sıralardan bir yerdə olacaq. Çünki burada Azərbaycanın bayrağı, gerbi və təbrik edirik. Təbrik edirik sizi, uğurlar arzulayırıq. Daim belə işgüzar olasınız. Gözəl insan haqqında, dəyərli insan haqqında sizin həmişə fikirləriniz bizim üçün önəmlidir.
Buyurun. Teşekkür ederim. Lütfen. Çox sağ olun Şərqiyə xanım. Bugün burada məclis iştirakçıları siz elə seçmirsiniz ki, bütün zümrələrdən burada bizim hüquq mühafizə deyək, ondan sonra digər bir sahələr deyək, başda da şəhid anamız, yəni vətənpərvərlərimiz, yazıçılarımız, alimlərimiz, bunlar çox rəngarəngdir. Şərqiyə xanımın əmək fəaliyyətinə, belə tərcümə halına baxanda həm sevgidən, həm vətənpərvərlikdən, həm yazmaqdan, yəni ürək doludur. Çox üzr istəyirəm, bu estafetinin yəni sonunda bir addımlığında qalmış ki, bizim qanunverici orqanını demək, təmsil olunmağını. Arzu edirəm ki, növbəti görüşümüz, bax sizi təbrik edək bir deputat kimi. Canınız sağ olsun. Amin. Buradadır. Mən sözümü kitabla deyirəm. Heydər Əliyev Allah rəhmət eləsin, məkanı cənnət olsun. İlham Əliyevə Allah bol-bol xeyir dua versin. O gördüyü işlərdə hər zaman irəli getsin. Mən Rəbdən onu deyirəm ki, hər zaman xeyir dualı olsun, getdiyi yerdə uğurlar qazansın. Çünki bizim prezidentimizin uğurları bizim uğurlarımız. Mən şəhid anamıza baş əyirəm. Qazilərə təşəkkür edirəm gəldiyi üçün. Şəhidlərimizin məkanı cənnət olsun. Allah Azərbaycanımızı, xalqımızı qorusun, xeyir dua versin. Qarşıdan gələn bayramlarımız mübarək olsun. Allah hər birinizə bol-bol xeyir dua versin. Hər birinizə təşəkkür edirəm. Bayramımız mübarək. Amin. Şərqiyə xanım təbrik edilir. Kitabınız xeyir uğurlu olsun. Allah razı olsun. Allah öndən Heydər Əliyev rəhmət eləsin. Amin.